Choose the wrong variant. Yanlış variantı seçin. Afford ümumiyyətlə nəysə kifayət edən qədərə, yəni dəstək olan qədər bildirmiş olacaq və bu da to have enough money to buy or do something. Nəysə etmək və ya almaq üçün kifayət qədər pulunun olması. Accept, razılaşmaq, qəbul etmək. Agree to take something that is offered or given. Verilən və ya təklif edilən nəysə bir şeyi qəbul edərək razılaşmaq. Attach isə bağlamaq, əlaqələndirməkdir. Ancaq burada to unfasten something from something. Nədənsə nəysə açmaq, aşkara çıxarmaq kimi verilir. Yəni burada fastendan verilməli definition. Unfasten yazıldığı üçün bizim elə səhv variantımız C variantıdır. Motivate isə ruhlandırmaq, motivasiya etmək. To provide someone with a reason to do something. Nəysə etməyə görə səbəbli şəkildə kimisə təmin etmək. Lock bağlamaq, to fasten something with a key. Açarla nəysə bağlamaq tərcüməsini verdiyi üçün doğru leksik izahdır. Səhv leksik izahımız C variantında verilmişdir.